Eyne tezhebu ya Ebu Bekir. Eyne hara demektir. Tezhebu sen gedirsen. Ya Ebu Bekir yani ey Ebu Bekir sen hara gedirsen. Eyne hara tezhebu gedirsen. O da der ki ezhebu mən gedirəm ilə el müdir. Müdüre gedirəm. Yani müdürün yanına gedirəm. Fikir verseniz tezhebu sen gelirsen ezhebu mən gedirəm. Burada sadece fərq birinci hərfdədir. Sen gedəndə tezhebu olur. Mən gedəndə ezhebu. Bu digər feillərdə də belədir. Məsələn, əktubu mən yazıram. Təktubu sen yazırsan. Burada da ezhebu mən gedirəm müdürə. Tezhebu sen gedirsən. La təxruc minəl fasli. La təxruc. Təxruc çıxırsan deməkdir. La təxruc indi çıxma. La təxruc. Və yaxud da ki, la təzhəb indi getmə. Getmə, çıxma. La təxruc minəl fasli. Fasl sinif deməkdir. Minəl fasl sinifdən çıxma. La təxruc minəl fasl əl-ən. İndi. Əl-ən indi deməkdir. İndi vaxt çatdı. İndi vaxt bitdi. Əl-ən. İndi çıxma. İzhəb get. İleyhi onun yanına. Bə'də dərsi. Bə'də dərs dərsdən sonra. Bə'də sonra deməkdir. Əd-dərs yəni dərs. İzhəb ileyhi bə'də dərs. Dərsdən sonra get. Yəni dərs vaxtı getmə. Ya ustaz, ey müəllim. Ənə, mən. Talibun cədid. Mən tələbəyəm yeni. Yəni mən yeni tələbəyəm. Əynə harada. Əclis. Harada oturum. Əynə deməli, əynə harada oturum. Burada da əynə var idi. Əynə təzhəb. Hara gedirsən. Burada da əynə əclis. Harada oturum. Əclisu huna əməmək. Əclisu oturum. Birinci sual ədatıdır. Əclisu oturum mu yəni burada? Huna burada deməkdir. Huna burada, hunəkə orada. Huna burada. Əməmə önündə. Xalfə arxasında. Əməmə önündə. Kə sənin. Sənin önündə. Burada sənin önündə oturum mu? Əclisu huna əməmək. Sənin önündə oturum mu? La xeyr. La təclis. Oturma. Huna. Burada. La təclis huna. Burada oturma. Fikir ver etmə deyəndə la təclis. Oturma. Burada da la təxruc. Çıxma. Xaric olma. La təzhəb. Getmə.